50 manat qazansan belə, gəlin bu 19 manatda sən başını girlə. Gəlin bu 19 manatda sən kommunal ödə. Gəlin bu 19 manatda sən nə bilim özünə bir yaşayış qur. Gəl bu 19 manatda sən özünə bir xoşbəxtçilik qur. Gəl ümumi sən 10 saata deyil 30 yox 40 manat işləyə bilərsən. Siz 30 manat işləmək üçün gəlin 10 dənə sifariş aparasınız. Hər bir işdə qazanc var. Hop. Təqəşməyə görə saxlamısan, Allah canımı sağ eləsin. Kuryer işində qazanc varmı? Qazanc varsa, qazanc nə qədərdir? Və risklər nələrdir? Hansı saatlarda işləsək, neçə saat işləsək, qazancımız nə qədər olar? Hansı günlərdə çıxsaq, yağışlı havalarda mı, küləkli havalarda mı çıxsaq, qazancımız nə qədər olacaq? Mən bütün bu ayrıntılar haqqında, bütün incəliyinə kimi sizə məlumat verəcəm bu videoda. Videonu izləmədə qalın. Yəni çalışacağım ki, bu barədə olan bütün suallara mən aydınlıq gətirin. Buralar. Belə bir şey deyim sizə. Kuryerlər müxtəlif cürdür də. Yəni bu işə yanaşmadan gedir söhbət. Kuryer var ki, baxın görün. Hə, işləyir. Kuryer var ki, bunu adi iş kimi qəbul edir. Yəni, adi deyəndə ki, nə barədə? Necə ki, hansısa bir şirkətdə işləyirsən, misal üçün, səhər saat 8-də çıxırsınız, axşam saat 5-ə kimi və yaxud 6-ya kimi 8-9 saatlı qrafiklə işləyirsiniz. Elə işləm kuryerlər də var. Məsələn, səhər tezdən çıxır, özə müəyyən bir qrafik qurur, həmin qrafik üzrə başlayır işləməyə. Və yaxud da bunun tam əksini eləyənlər var. Yəni nə qrafik qurur, nə bir şey, sərbəst qrafik olduğuna görə, yəni keyfi istəyən vaxt işləyir. Sonra ikinci növ kuryer, belə deyim sizə, yaxşı hava kuryerləri var ki, yaxşı hava kuryeri nə deməkdir? Ancaq belə günəşli havalarda, bomba havalarda da, yəni belə, necə deyim sizə, sürmə riski ən minimum olan havalarda çıxıb işləyən kuryerlər var. Onlar, yəni, bilirsiniz necə, onlar küləkli havadır, yağışlı havadır. Belə həm bacarmırlar bəziləri sürməyi, bəziləri qorxur, bəziləri risk eləmir və bəziləri canının qədrini bilir. Mən o canının qədrini bilənlərə həqiqətən də haqq verirəm, elə düz deyirlər, yəni doğru yanaşmalı. Ki, niyə görə ki, mən həyatımı riskə atmalıyam. Sonra var üçüncü mənim ən zəhləm getdiyim tip kuryerlər. Kuryerlər nə olur olsun, bir dənə pul olsun, qaqaş. Misal üçün, günorta saat 12 kimi yatır, 12-də durur, saat 1-də 2-də açır proqramı, saat 3-ə kimi, 4-ə kimi, 5-ə kimi 7 manat, 10 manat, 15 manat məsələ belə nə tutdu işləyir. Əsas onun üçün məqsədi odur ki, bu insanın həyat məqsədi odur ki, əyləncə üçün pul yığsın. Yəni, əyləncələr nədir? Maksimum siqaret pulusu, maksimum qızla dönarxanaya gedəcək və yaxud hansısa bir lanca gedəcək və yaxud nəsə başqa bir əyləncələr, şəxsi işlərdə özləri bilərlər. Yəni, belə də dediyimi başa düşdü. Siqaret pulu, bizon pulu falan düzəldi. Yəni, onların heç bir vecinə deyir ki, yəni bu yolun qiyməti, misal üçün, hansı bir şirkət və yaxud restoran təklif ediriksə 3 manat, biz onu götürmürüksə, deməli, bir şey bilib götürmürük də, yəni. Amma bunlar, bəziləri var ki, həyat məqsədləri bəlli olmayanlar, indi ən mədəni dildə deyirəm də, yəni məqsədsiz şəkildə yaşayanlar liboy sifarişə can atırlar, tullanırlar, götürürlər. Az qalıb, onların müddətinə az qalıb. İnşallah ki, yanvar ayı gəlsin, bütün mopedlərə sürücülük vəsiqəsi tələb olunandan sonra onlar meydandan çıxacaqlar. Əsl işləyən kuryerlər qalacaq meydanda. Səhər bir dənə bu yolun probkasından zəhərləm gedir də, qardaş. Nizamsız sürücülər, çox nizamsız sürürlər. Yəni, adicə, belə demişsə, şəhərdə palasa olan yerlərdə, belə, zolaq olan yerlərdə, belə, bunlar zolaqla sürmürlər. Tempoyla bu yolda ümumiyyətlə zolaq yoxdur deyənə, vapşi nizamsız sürürlər, kimisi istəyirlər də sürür. 2-3 zolağı birdən şey edirlər, zant edirlər, yəni zəbt edirlər.
İndi isə keçdik əsas məsələyə, qazanc barədə danışmağa ki, yəni kuryer işində qazanc var, yəni kuryer işində qazanc varmı, qazanc nə qədərdir falan filan. Belə deyim sizə dostlar, fərqi yoxdur. Siz istəyirsiniz Voltda işləyin, istəyirsiniz Boltda, istəyirsiniz Yangoda, istəyirsiniz başqa bir şirkət varsa orada işləyin. Əgər hop bura avtobus alaq deyə, bunu tez çəkiblər bura. Əgər işində məsuliyyətli olmasan, iş və məsuliyyətlə yanaşmasan, nə bilim, bir çox sifarişlərə göz ardı eləsən və yaxud sifarişlərə gec getsən və s. və ilaxirdə ümumiyyətlə də məsuliyyətsiz yanaşsan, etinadsız yanaşsan bu işə, təbii ki, sana qazancın yəni ürəyin istəyən kimi olmayacaq. Onsuz da tam olaraq da ürəyimiz istəyən kimi deyil qazanc. İstəyirsən çox işləsən, vaxtında gedirsən, gec. Amma ən azından başqalarına nisbətən sana qazancın az olacaq. Və ikinci bir nüansı da nəzərinizə çatdırım. Bəzi yoldaşlar soruşurlar ki, velosipedlə işləsək necə olar, elektron nə bilim ilə işləsək necə olar. Onu da yəni deyim ki, sizə velosipedlə mən 5 il qabaq işləmişəm. 5 il qabaq işləmişəm. Onda da şirkətlərin yəni təzə açılan vaxtları deyil. Canım seçsin, işçi yığmağa görə yaxşı belə demirsə də yem kimi istifadə edilər. Qəşəng pul yazdılar. Qəşəng gözəl elə bir ki, maaş deyirlər sizə də, yəni maaş verdilər deyənə. Əvvəl lap təzə saatına deyəsən 4 manatdan ya 5 manatdan yazılırdı. Yəni iş oldu olmalı. Saatını 4 manatdan 5 manatdan pul alırdım. Sonra isə velosipedlə yəni o vaxt işləmək bir çox kuryer yoldaşlar velosipedlə qoşulurdu. Necə ki mən gəldim velosipedlə qoşuldum ki, yəni ikinci işi öyrənim, işin tempini tutum, görüm nə var nə yox. Qorxma qardaş, qorxma. Görüm nə var nə yox. Sonra yəni ki görüm xərc çəkib motosikl almağa dəyərmi, dəyməzmi? Yəni belə gördüm ki, həqiqətən də dəyər. Mən 4 aya yaxın velosipedlə işlədim. Gördüm ki, motosiklet almaq üçün gecikirəm. Ondan sonra başladım motosiklet alıb, motosikletlə işləməyə. Və belə deyim sizə, o vaxt tıxaclar belə bu dərəcədə çox deyildi. Sadəcə o vaxt belə bir şey vardı ki, velosiped yolağı ilə avtobus yolağı, zolağı yox idi. Amma indi ən azından bəzi yerlər var ki, nömrəsiz motosikletlər velosiped yolundan hərəkət edə bilir. Var dostlardan soruşurlar, yəni yoldaşlar soruşur ki, bəs abi, qardaş, günorta siməni işləsək necə olar, gecə siməni işləsək necə olar? Mən bir şey deyə bilərəm ki, gecə siməni məsləhət görmürəm. Niyə görə məsləhət görmürəm? Gecə siməni rahat olmağına rahatdır. Mən hətta maşınla da yoxladım gecə simenini ki, bilirsiniz, gecə vaxtı parkovkalar pulsuz olur, plus dayanma durmaya görə yəni cərimə gəlmir, mən biləni, tam da dəqiq bilmirəm onu, amma parkovkanın pulsuz olmağını istifadə edirəm. Səhv bilmirəmsə saat 22-dən sonra yoxsa 12-dən sonra parkovka pulsuzdur, parklanma. Gecəsi mən işləmişəm əvvəllər, Voltla işləmişəm, Voltla işləmişəm. Hər ikisində də çox gözəl idi, qazanc, qəşəng idi, əla idi. Çünki gecə günortaya nisbətən daha çox koeffisient verilirdi deyənə, gecəsi mən işləməyi sərf edirdi. Həm bir baxımdan yollar bomboş olurdu, bir baxımdan belə deyim, düzü, parkovkanın bizə aidiyyəti yoxdur, motosikletlə. Mən maşından işlədim deyənə, ona görə parkovkanı misal çəkdim ki, gecə vaxtı parkovka rahatdır. Amma bir məsələ var ki, gecə mən maşınla işləyəndə bina evlərində sifariş edir. Təbii ki, şəhərlər 90% bina evidir. Binalara, MDK-lara sifariş edir. Maşını saxlamağa yer tapmır. Sifariş gəldi. Ona görə saxlamağa məcbur oldum. Qaqaş deyəsən, mənə görə saxlaydı. Qaqaş mənə görə saxlaydı, sifariş. Qaqaş mənə görə saxlamısansa, Allah canımı sağ olasın. Yəqin maraqlanmaq istəyirdi. Neysə dostlarım,
Saxlamağa yer tapmırdım, yəni çətinlik yaşanırdı. İşdəki yəni əvvəlkinə nisbətən ürək açan deyil gündə gecəsinə. Məsələn, əvvəl gecə saat 5-dən, yəni səhərə yaxında, səhər tezdən 8-ə kimi Voltda başlayırdı sifariş minimum 3 manatdan başlayırdı, 3.40-dan 4 manatdan başlayırdı. Bir dənə elə bir sifarişin başlanğıc qiyməti, yəni 1 kilometr gedirsən və yaxud 1 kilometrə qədər 600-700 metr gedirsənsə 3 manat, 4 manat yazıldı sana. Amma indi həmin şeylər yoxdur deyənə. Mənə görə gecə vaxtı o əziyyəti çəkməyə deyilməz. Yəni bu gecənin yuxusuzluğu, gecənin belə desə də yorğunçuluğu onlara dəyməz. Və günorta işləmək istəyən yoldaşlara deyim ki, qardaş, hər bir işdə qazanc var. Əgər sən bu işi, bu qazancı həqiqətən də istəyirsənsə, həqiqətən də can yandırırsansa və həqiqətən də sən ruzu qalıca evdən çıxmısansa, bu niyyətlə Sərxan marketin arxa tərəfinədir, qəbirstanlıq tərəfi. Yəni ki, Razinə gedirik. 3 kilometr 5-də buradan, ümumi 5-2-4-6 görə ən kəstirmə yol hansıdır? Kuruqdan qayıdıb biz bura girməliyik. Qardaşım, belə bircə dəqiqə, belə bir hiylə var ağlımda ki, mən Kuruqa gedib qayıtmaqdansa, hüngür var, bir dənə Fox edəcəm. Hüngür var, Fox'umu elədim ki, Kuruqa gedib qayıtmaq həm yol uzanır, yolun uzanmağı bir qırağa, plus orada tıxac falan olur, nə bilim, Kuruqu gözlə, neynə. Ona görə çox vaxt gedir. Naxada biləm. O baba, miləmir çatdırmaq budur, Allah haqqı. Qırmızı işığı, daha doğrusu yaşıl işığı, miləmir çatdırmaq budur. Keç daha, keç. Fikirləşmə, aha. Yəni, bəzən qınıyırlar ki, misal üçün da motosiklet sürən də yox, sürənlər, heç vaxt heç kim bir nəfərə görə bizdə, bizim cəmiyyətdə də, yəni motosiklet sürənlərlə gedir söhbət, bir nəfərə görə deməyəcəklər ki, bir nəfər pis sürürdü. Biri pis sürdüsə, biri yəni düzgün şey olmadısa, hamının adı çıxır, ümumi sürənlər, motosiklet sürənlər. Amma maşında olanda, misal üçün, maşının adı nə ilə çıxır? Priuslar pis sürür, BYD-lər pis sürür, Cobaltlar pis sürür. Modelə görə, markaya görə bunun eyniləri çeşidliyirlər. Amma motosikletdə demirlər axı ki, bir dənə zonda sürənlər var, zonda sürənlər qəşəng sürür, amma nə bilim, tufan sürənlər də ağını çıxardıblar, nə bilim, NMB sürənlər nisbətən normal sürür, İstiqlal sürənlər maşın kimi sürürlər. Onu demirlər, ümumi danışırlar və böyük əksəriyyətdə mənfi fikir bildirir. Ona görə də çalışmaq lazımdır. Birinci növbədə diqqətli olaq, ikinci növbədə heç kimə fikir verməyək, öz təhlükəsizliyimizi özümüz təmin edək. Yəni ki, deyirlər, motosiklet sürənlər elə tələsir, belə tələsir. Qardaş, bizi xahiş edirəm də qınamayın da. Əgər bu videoya baxanlardan, maşın sürənlərdən varsa, yəni kuryerlərdən savayda, başqaları da baxırsa, yəqin ki, baxır, çox kimi. Bizi qınamayın da, qardaş, niyə görə qınamayın? Demirəm, ürəyim istəyir kimi hər yerdən basaq keçək, belə səliqəsiz sürüşlər eləyirsə, təhlükə yaradar. Yox. Sadəcə biz müəyyən yerlərə bək sürürük, müəyyən yerlərə tələsiriksə, deməli, bu o deməkdir ki, biz çalışırıq ki, üstümüzdə olan sifarişi tez çatdırıb, növbəti sifarişi qəbul edək. Ona görə ki, bizə elə bir az məbləğ yazılır ki, 10 kilometrə 3 manat, 3 manat 50. Neysə dostlar, xülasə uzun sözün qısası. Belə bir şey deyim sizə ki. Qazanc nədir, nə qədərdir? Minimum hesablayın ki, 10 kilometrə biz 3 manatdan düşür də. Yəni 10 kilometrə minimum 3 manatdan alırsınız. Yəni ən yaxşı halda ya, mən bunu deyirəm elə. Və pristart edin ki, hələ hamısını 3 manatdan vuranda siz 30 manat işləmək üçün gələk 10 dənə sifariş aparasınız. 10 dənə sifarişin birini ən azı 1 saatdan hesablayın. Yəni 10 dənə sifarişdə ki 1 saatdan vuranda gəlir 10 saat vaxt edir. Yəni ola bilər də 10 saatın içində bəzi 2 dənə 3 dənə sifarişin ola bilər ki, sənin 4 manat 50 qəpik və yaxud 5 manat yazsın. Ümumi sən 10 saata deyək 30 yox 40 manat işləyə bilərsən. Bunu yadda saxlayın. 40 manatda yadda saxladıq. Düzdür dostlar. Axı burada bir məsələ də qalır. Bu 40 manat qazanmışsansa 40 manat hamısı sənin cibə qalmır axı.
Niyə görə cibimə qalmır, onu deyim sizə. Misal üçün, mənim motosikletim 100-ə təxmini hesablamışam 4,5, 4,2 litr benzin içir. Açıq deyim sizə, elə vaxtlar olur ki, biraz qovuram. Təbii ki, motoru yormamaq şərti ilə, amma yenə də qovmasam belə 4 litrə qədər benzin içir deyəndə, mən gündəlik uzun sözün qısası 6 manat, elə gün olur 7 manat, elə vaxt olur ki, biraz çox sürürəm, 8 manat mən benzinə pul ayırıram. Amma sizlər yəni, nisbətən aşağı kub sürürsünüzsə, bu indi 200 cc-dir, nisbətən aşağı kub sürürsünüzsə, nisbətən ekonom motosiklet sürürsünüzsə, ən azı, ən yoxu 5 manat, 6 manat, 5 manat deyək də, benzin pulunu atın qırağa. Yerdə qaldı 35 manatımız, 5 manat atandan sonra. Yerdə 35 qalıb. Ən azı əgər normal görürdüm, məsələn, piraşki ilə qidalanmırsınızsa, hava ilə, su ilə qidalanmırsınızsa, haradasa oturub biznes lanç edəcəksinizsə və yaxud adi bir dənə dönərlə, nə bilim, bir sup yiyəcəksinizsə, bu aşağısı bir 4 manat pul eləyir. Amma biznes lanç başlayır 5 manat, 6 manat, qəşəng suplarım sağolma qismət. Bu başlayır 5 manatdan, 6 manatdan. Lab deyək, buna da 5 manat, buna da bir qoz 5 manat. 5 manat da buna getdi. Hələ gündə bir dəfə yeməyi nəzərdə tuturam. Hələ bunun siqareti, suyu, yəni bu yana şey eləmirəm. 10 manatın getdi, bir dənə, ay sağ ol. 10 manat getdi. Yerdə nə qaldı? 30 manat, düzdür? Siqaret çəkənsənsə, ən azı gün aşırı bir dənə siqaretə pul verəcəksən. Bu kişiyə yol verim görəsən, yox. Buradan kesim özüm. Onsuz yol vermiş sayılıram. Ən azı siqaretin də ən ucuzu bu dəqiqə 2 manat 80 qəpik falan olmalıdır, 3 manat deyir. 3 manatlı siqaretə verdim, qaldı 27 manat. Bunun vergisi də var axı. 40 manatın vergisi nə qədər deyir? Vur bunun ən azı. Elə uşaq var 20% nəşdir, elə uşaq var 25% nəşdir. Mən yenə ən aşağı summa ilə varam 20%-nə. 40 manatına 20%-nə elə 8 manat. 8 manat. Yerdə 27 manat qalmışdı, düzdür? 27-dən də 8 çıxanda sənə qalır 19 manat. Gəlin də bu 19 manatda sən başvı gəllə. Gəlin də bu 19 manatda sən kommunal ödə. Gəlin də bu 19 manatda sən nə bilim özünə bir yaşayış qur. Gəl bu 19 manatda sən özünə bir xoşbəxtçilik qur. Gəl bu 19 manatdan sən özünə üstü baş al. Ən azı bir 3 dəfə, 4 dəfə olar da indi il ərzində bəlkə də çox 5 dəfə deyək il ərzində toylara getməlisən, toya pul sal. Və yaxud istirahətə pul ayır. Və yaxud da nəsə ürəyin istəyən bir işlə məşğul ol. Ürəyin istəyən, ürəyindən keçən bir marketdə falan nə isə görürsənsə, onu öz val. Elə mən subaylardan söhbət edirəm. Heç evlərin adını çəkmirəm ha. Yəni bu evli olanlar nə eləsin bəs bu 19 manatla? Evli olan insanlar nə eləsin? Deyə bilərsiniz ki, çay boy da verirlər. Anla Allaha, yəni çay boyun sayı kəskin azalıb çaya boylar. Yəni ki, vaxt vardı ki, çox gözəl çaya boy olurdu. Yəni elə bir sistem qurulub ki, çaya boy da azalıb. Yəni Allah çaya boyla durur deyək ki, 20 manat, 22 manat. Nə edəcəksən bu 20-22 manatdan, 25 manatdan? Nə edəcəksən də, qardaş? Ona görə yəni çox pul sizi aldatmasın. 50 manat qazansan belə, mən bunu başqa bir videolarında bir iki dəfə hallandırmışam ki, 50 manat belə sən qazansan, 50 manatın hamısı sənin deyil. 50 manatı da böl 2 yerə. 2də biri səndə 50 manat qazancının, 2də biri səndə. Yəni bu videonu, bu sözlərimi diqqətlə dinləyin. Qulağınıza sırğılayın, qardaş. Neysə, çatdım bura. Burada həmişə özləri çıxırlar. Amma bir dənə deyilən, hər ehtimal qarşı zəng edeyim. Pisi-pisilə, necəsiz? Yaxçısınız? Həmişə yaxşı ol, narahat olma. Görün bir dənə əmisi qallasın. Buraya. Hey Allah. Pısın. Dünya sizin diye. Dünya alem fındığımıza da öylece. Bu sifarişi verdim. Biz qəbirstanlığın içiyle devam edelim. O skorosu qalmış. Sağ ol pisini. Özü yaxşı bax. Yəni sənin burada 2 dənə variantın var. Bəlkə də 3 dənə variantın. Ya gələksən səhərdən axşama kimi bir 10 saat, 11 saat, 13 saat işləyəsən ki, heç olmasa bir normal pul özvə qalsın, çay boylarla da, yəni bəxşişlərlə bir yerdə, yəni 10-12 saat vaxtını sərf eləməlisən. Hələ mən motosikletdən, benzinindən əlavə yağının rasxodlarını deməmişəm, əlavə rasxodniklərlə çıxır. Əlavə rasxodlarla çıxır yəni. Heç onları deməmişəm, onları hallandırmamışam hələ ki, mən gündəlik olan şeylərdən söhbət ededim. Ya 10-12 saat vaxtı ayrılıb işləməlisən ki, normal pul qalsın sənin özvə.
Ya da ki bir dəfəlik kuryerin daşını atıb gelib normal bir insan balası kimi özünə iş tapıb, özünə gün ağlamalısan. Kuryer işi yenə deyirəm, varlanmaq üçün deyil. Kuryer işi sırf mən elə düşünürəm ki, əgər 8-9 saat işləyəcəksansa, gündəlik yaşayışını çıxarmaq üçün, yüngülü var da, yəni nəsə bir fəaliyyət eləmək üçün, həftədə bir dəfə istirahət və yaxud ayda 2 dəfə istirahət, yəni 15 gündən bir istirahət eləyib, məsələn, belə-belə günləri yola verə bilərsən. Təbii ki, seçim insanın öz əlindədir. Allah Taala ən dəyərli nemət bizə ağıl verib, şuur verib, düşüncə verib. Yəni o düşüncədən düzgün istifadə edə bilsən, təbii ki, özünə bir gün ağlayarsan. Biraz fəlsəfi danışdım da, amma həqiqəti danışdım, reallığı danışdım. Həqiqət nədir, reallıq nədir, mən onu danışdım. İstəmərəm ki, demirəm, yəni əziyyət çəkməyək, əziyyətsiz iş yoxdur, mən belə düşünürəm. Hər bir işin özünə görə əziyyətləri var, amma ki, heç olmasa çəkdiyimiz əziyyətin bəhrəsini görək. Yəni mən bunu demək istəyirəm, bunu çatdırmaq istəyirəm sizə. Hamı qaçmasın kuryerə, elə düşünməsin ki, uzaqdan zurna səsi adama asan gəlir. Amma işin içində olanı görürsən ki, həqiqətən də çətinliklər çoxdur. Ona görə qardaş, düzgün sahəyə yönəlin. Sizi pul gəlir aldatmasın. Yazıqsız. Cavanlığınıza yazığınız gəlsin. Həyat insana bir dəfə verilir. Sifarişlər də əvvəlki kimi deyil ki, mən istədim ki, tap-batara dayanmadan 1 saat, 2-dən, 3-dən sifariş aparırsan ki, normal pul qazanasan. Əvvəlki kimi sifariş də yoxdur. Sağ ol, bura, düşün aman olsun. Üç manat yazıb. O da ki, niyə görə biraz artıq yazdı, nisbətən artıq. Yüngül var, çaspiklə 1-3 kapsentdən götürmüşəm deyənə. Yoxsa ki, düş Allahın gözündən sadə vaxta belə şey yazmır. İndi yəni bunlardan danışdım. Vergisindən, rasxodundan, iş saatından falan, qazancından danışdım. Amma bəzi şeylər nəzərə alınmalıdır, qardaş. Bəzi şeylər həqiqətən mənə pis təsir edir ki, bilirsiniz necə, düzdür, kuryerdə işləmək üçün, bu işdə işləmək üçün, bu vəzifədə, kuryeri vəzifəsində işləmək üçün səndən ali təhsil tələb olunmur, səndən xüsusi bacarıq tələb olunmur, səndən yəni rus dili, ingilis dili və yəni ümumiyyət xarici dil bilmək sənin öz xeyribədir. Sənin üçün şeydir, yəni normaldır. Bax, qardaş, niyə pozursan qaydan? Ay başqa verin. Yol kuruğunda axı, niyə tərif edirsiniz bu? Motosikletlə söhbət edir. Neysə, bunları qoydum bir qırağa. Yəni, heç nə tələb olunmur da. Yəni, sən böyük bir əziyyət çəkmirsən. Sadəcə sürücülük vəsiqin olmalıdır. Motosiklet, bax, yandırmadı. Bax, baba döndü, yandırmadı. Bax, biz, başımın daşıdır da belə insanlar. Başımın daşıdır. Yaxınları da yaxın qardaş var, bu şeyin ucbatından qəza yaşadı. Pavarotik yandırmamışdı maşın. Yəni də deyə bilərsiniz ki, şeydir, yəni bu işə girmək üçün gör ki, nə əziyyətlər çəkmirsən ki, düz deyirsən, o ilə razıyam. İndi süd qutarmamalısan, diplomun olmamalıdır falan filan. Sadə vətəndaşlar da götürdülər, işdən təmin edirlər, çox sağ olsunlar. Həqiqətən də ki, yəni nə qədər cavanlarımız kuryer işində ailəsinə, evinə çörək yaparır, öz qazancını təmin edir. Amma bir məsələ var ki, qardaş, bunun riski çox böyük axı. Ən azından risk nəzərə alınmalıdır. Fikir verirsinizsə, bəzi sahələrdə maaş nisbətən, o biri sahələrdə nisbətən yüksək olur. Niyə görə yüksək olur? Çünki onun riski var. Nə riski var? Sağlamlıq riski var. Elə iş var ki, sənin ciyərlərdə vaxt keçdikcə mənfi təsir göstərir. Elə iş var, böyük deyilər, elə iş var, gözləri var. Yəni, misal çəkmək olar, svaşki, rəngsazı, nə bilim, o radioaktiv şüalanma falan ərazilərdə işləyən insanlar var. Bir də artıq dərəcədə xahiş edirəm. Bugünkü videonu yekunlaşdırıram. Yəni, bacardığım qədər sizə bildiklərimdən danışdım. Və kimin də əgər nə sualı varsa, yenə edirəm, kommentariyalarda yazsın və yaxud kim
hansı mövzularla maraqlanırsa, onu mənə bildirsin ki, mən falan mövzuna maraqlanıram. Mən o haqqında da video çəkilişi verirəm, amma sizdən artıq dərəcədə xahişim budur ki, paylaşdığım videolar, çəkdiyim videolarda mən həqiqətən əziyyət çəkirəm. Düşünürəm, axşamdan, nə bilim, bir gün, 2 gün qabaqdan fikirləşirəm, mövzu haqqında fikirləşirəm, götür qoyuram və bunun istər video çəkilişi olsun, istər kamera dəqiqə başı donmaq olsun, açıram, düzəldirəm, bağlayıram, istər bunu mən 3-4 saat, ən azı 10 dəqiqə bir videoya, 10 dəqiqə bir 3-4 saat vaxt ayırıb bunu montaj edirəm ki, maraqlı bir nəticə çıxsın ortaya. Yəni, türklər demişkən, əməyə sayğı, yəni ki, çəkdiyim əziyyətə hörmət əlaməti olaraq çox xahiş edirəm ki, bunları nəzərə alın və videonu bəyənin, paylaşın öz dostlarınızla. Burada da, hə, ki, mən də görüm ki, çəkdiyim əziyyətlər mənim boş yerə getmədi də. Və bir şey də burada var ki, zəhrim getdiyim, deməli, yaxınlaşmalıyam. Blok 11, gözəllik salonu yandım. Yan bir dəvə. Onu gözəllik salonu. Bir problem də var ki, bir çox bəzi MTK-larda görürsən ki, motosiklet olmaz içəri, oyuna sporlaş, bu oyuna sporlaş. İsə uzun sözün qısası. Dəstəyimizi gözləyirəm. Hələlik gələn videolarda görüşərik.